Biz bu gün peyvəndlə qarşısı alına bilən əlillik və ölümləri uşaq yaşlarında vaxtlı-vaxtında düzgün peyvənd edərək yoxa çıxarmağa nail oluruq. Əgər mən xəstəliyi bəzən, məsələn, bu dərəcədə miflərimiz olur. Deyir ki, zaten bəzi yoluxucu xəstəliklər o qədər yüksək yoluxucudur ki, hamı onu keçirməlidir. Xüsusilə də əhalimiz arasında, məsələn, qızılca ilə əlaqədar belə bir mif var. Deyir ki, bu dünyada da keçirməsəm, o birisi dünyada sümükləri belə olsa qızılcanı keçirəcək. Uşağın bəzi xəstəlikləri keçirməsi və onun nəticəsində immunitetinin yaranması mən sizə fəsad məqamlarını açıqlayım. O zaman məncə əhalimizin gözləri önündə daha yaxşı aydınlaşmış olacaq. Deyək ki, bayaq adlarını çəkdiyiniz pnevmokok infeksiyasına qarşı peyvənd etmədik. Bu gün biz həyatın ilk 3 ilində uşaqlar arasında rast gəlinən pnevmoniyaların 90%-ə qədəri pnevmokok kimi xəstəliklərdən olur. Bu, ciddi sinir sisteminə fəsadlar verə biləcək, uşaqların həyatının itirilməsinə nəticələnə biləcək infeksiyalardan biridir. Deyək ki, biz bugün həmin o yaş qrupunda olan uşaqlarımızı tetanus xəstəliyinə qarşı peyvənd etmədik və uşağın təsadüfi bir qəza nəticəsində paslı bir metalla təması ölümlə nəticələnən bir riskli durumla qarşı-qarşıya olarıq. Eləcə də 1 yaş və 6 yaşında uşaqları qızılca, məxmərək, epidemik parotit əleyhinə peyvəndlər eləyirik. Biz əgər uşaqlarımızın epidemik parotiti keçirməsini, xalq arasında o svinka deyilən bir həstəliyi keçirməsini gözləsək, bu 20%-ə qədər sonsuzluq verə bilən infeksiyalardan biridir. Nəzərə alaraq ki, peyvəndlə qarşısı alına bilən xəstəliklər uşaq yaşı xəstəlikləri deyildir. Həyat boyu da o uşaqların qarşısına çıxıb əlilliklə və ölümlə nəticələnə biləcək fəsadlar olacaq. Əlbəttə ki, peyvənd olunmaq çox qorucu tədbirlərdən biridir. Bəli, bəli.